Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. Yanğın hadisəsi axşam saatlarında rayonun Şağlaser kəndində qeydə alınıb. Yanğın kənd sakini Yalçın Əliyevə məxsus ümumi sahəsi 240 kvadrat metr olan 2 mərtəbəli fərdi yaşayış evində baş verib. Yanğın nəticəsində evin dam örtüyünün 50 kvadrat metrlik hissəsi və içəridə olan əşyalar yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə Lənkəran rayon yanğından mühafizə hissəsinin 2 yanğın söndürən avtomobili və şəxsi heyəti cəlb olunub. Yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində söndürülüb. İlkin məlumata görə, hadisə zamanı evdə heç kim olmayıb. Yanğının hansı şəraitdə baş verməsi təyin olunacaq ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır. Qüvvədədir. Sən bir dənə bax taxmadan nə qalır? Adamın baxan kimi bilir. Bu qısa qapa. Ora. Am 200 ya. Moda. Uy. Alışma lazım. Reis. Hayır. Oraya şundan yana. O kapıyı çeksinler. Şurada temizle.